Deməli, biz hər il olduğu kimi bu ildə Cəlilabad rayon Cəfərxanın kəndi ərazisində yerləşən Paşatepe abidəsində mövsümi qazıntılar aparırdıq. Bu zaman bizə məlumat gəldi ki, Cəlilabad rayonu şəhəri içərisində Narbağı proyekti əsasında keçirilən bərpa quruculuq işləri zamanı saxsı qırıqları və küp qalıqlarına rast gəlmişdi. Biz operativ şəkildə həmən əraziyə baxış keçirdik, xidmətin əməkdaşı ilə bir yerdə və bu zaman gördük ki, əməlli başlı böyük artefaktların qalıqları var və müraciət etdik. Müraciətdən sonra bizə Arxeologiya və Antropologiya İnstitutunun rəhbərliyi bizə tapşırıq verdi. Biz bu ərazidə xilasetmə bərpa işlərinə başladıq. 2 günlük apardığımız xilasetmə bərpa işləri zamanı gördüyünüz bu 2 dənə küp qəbir, həmən küp qəbri müşayiət edən, axirət dünyasında inam üçün müşayiət edən saxsı qablar, bundan başqa müxtəlif dövrlərə əks etdirən saxsı qırıqları, obsidian qalıqları bir neçə dənə, çaxmaq daşı qalıqları bir neçə dənə və eyni zamanda müxtəlif dövrlərə aid bir neçə artefakta əldə etmişik. Bugün biz həmən qazıntı işlərini davam etdirəcəyik. Çünki burada bu göstərir ki, bu ərazidə çox böyük bir nekropol var. Düzdür, biz hələ bunun dövrü haqqında dəqiq məlumat verə bilmirik. Ancaq mülahizələrimizə görə bu bizim eradan əvvəl 1-ci və eramızın 1-ci əsrlərini əhatə edən bir dövrdür. Yəqin ki, gələcək tədqiqatlar, aparılan analizlər abidənin dövrünün dəqiq tarixi haqqında məlumat verməyə imkan verəcəkdir. İnanmazsan, o uşaq elə mənim yanıma gəlməyə peşman. Sən tarix müəllim